Xoş gördük əziz izləyicilər. Bugün mən ətli piroq hazırlayıram. Xəmirini öncədən yoğurduğuma görə çəkiliş çəkmədim və bunun üçün xəmiri üçün yarım kilo un, 2-3 qaşıq duru yağ, biraz duz və su əlavə edərək mayalı xəmir hazırlayıb yoğurduq. 1 saat xəmirin acımağını gözlədik. Xəmir acıyana qədər ətli qiyməmizi də hazırladıq. Gördüyünüz kimi artıq xəmirimiz hazırdır və 3 hissəyə bölmüşəm. Birinci hissə alt hissə olduğuna görə biraz qalın olmalıdır. Gördüyünüz kimi xəmirimiz hazırdır və biraz qalın yayırıq xəmirimizi. Və hazırladığımız xəmirimizi içinə yayırıq. Öncədən hazırladığımız çəkilmiş ətdən və soğandan hazırladığımız qiymanı içinə əlavə edirik. Onu da deyim ki, yəni qiyməmizdə sadə yağ, soğan və çəkilmiş ətdən istifadə edirik. Zövqə görə duz, istiot, sarı kök, biraz tomat da əlavə edə bilərsiniz. Evdə Holland pendiriniz varsa, biraz əlavə edə bilərsiniz. İkinci qat xəmirimizi də yaydıqdan sonra biraz nazik yayırıq ki, orta xəmir olduğuna görə. Onu da yayırıq qat-qat hazırladığımız xəmirin üstünə. İkinci qat içliyimizi də əlavə edirik. Və sonra yayacağıq. Yenidən biraz Holland pendiri. İndi isə üçüncü qat xəmirimizi yayırıq. Bu da biraz orta xəmirə baxmış, biraz qalın olmalıdır üst qabığı kimi. Üçüncü qat xəmirimiz də hazırdır. Yenidən bunları bir-birinə yapışdıraraq, qopmamaq üçün bunları bir-birinə yapışdırırıq. Gördüyünüz kimi qıraqlarını şəkər bura bükülüşü kimi biraz bükürük ki, bəzəklik çıxsın və bir-birinə yapışsın. Üzərini çəngəllə deşirik. Üzərini yağ və sarı kökdən hazırladığımız yağdan istifadə edərək yağlayırıq. Yağladıqdan sonra üzərinə çörək otu kimi toxumlar səpə bilərsiniz. Ətli ruletimizi 180 dərəcədə bişməyə göndəririk. Gördüyünüz kimi artıq ətli ruletimiz hazırdır. İndi bunları dilimlərə böləcəyik.